Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq. Millas xəbər verir ki, Günün Səsi İnfonun əldə etdiyi məlumata görə bununla bağlı Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq. Bundan başqa su təminatı da qaz təminatı kimi limitlə müəyyən olacaq. Bu artımı Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliyin təmin edilməsi ilə əsaslandırılacaq. Tarif Şurasının gündəliyində olan yeni təklifə görə 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.